kq olan cisim 20 metr bölü saniyə sürətlə x ox istiqamətində hərəkət edir. Ona 12 Newton qüvvə tətbiq edilərsə, 5 saniyədən sonra sürəti nə qədər olur? Baxırıq ki, sürət x ox istiqamətindədir və ona əks istiqamətdə bir F qüvvəsi təsir edir. Onda cisim necə hərəkət eləyəcək? Yavaş-yavaş hərəkət eləyəcək. Onda sürət üstün yazsaq, V bərabərdir V0 çıxılsın adi şəkildə yazmalıyıq. Çünki cisim yavaş-yavaş hərəkət edir, sürət və qüvvə, təcil əks istiqamətdədir. Biz bilirik ki, qüvvə ilə təcil eyni istiqamətdə yönəlir də. Gəl təcilimizi tapaq. A nəyə bərabərdir? F bölünsün M. F nə qədərdir? 12, kütlə 4. Deməli, təcil elədi 3 metr bölü saniyə kvadrat. Getirək burada yerinə yazaq. V bərabərdir. Başlanğıc sürətimi nə qədər verib? 20 metr bölü saniyə veribdir. Çıxılsın təcilim 3, zaman isə 5 saniyədən sonraki sürəti soruşur. Yəni 5. 20 çıxılsın 15, bu da mənə nəyi verir? 5 metr bölü saniyəni. Yəni 5 saniyədən sonra onun sürəti azalaraq 5 metr bölü saniyə olacaqdır.